Salam dostlar, necəsiniz? Bugün mən sizə çiçəkdən yetişdirdiyim sardunyamı göstərmək istəyirəm. Baxın, yarpaqları maşallah necə gözəl, böyük və rəngi də çox qəşəng yarpaqlarının. Baxın, mən bunu dostlar mətbəxdə saxlayıram, deməli. Mətbəxdə günü deməli görür. Hardasa az, yəni pəncərədən günü çox az görür, çox güclü gün olmaz ona. Deməli, hardasa 1-2 saat gün görsə bəsdir. Baxın dostlar, mən bunlara kür vermişəm. Deməli, bu çiçəklərimə necə gözəl olublar kür vasitəsilə. Əvvəl mən buna yod verdim. Deməli, başqa çiçəklərə də yodu verə bilərsiniz. Deməli, 1 litr suya 2 damla yod. 2 damla yod deməli atırsınız, sonra onu qəşəng qarışdırırsınız və çiçəklərə, hər cür çiçəyə uygulamaq olar. Və ona əvvəldən hazırlamış, məsəl üçün, bugün yodlu su verəcəksinizsə, axşamdan çiçəyi deməli qəşəngcə sulayırsınız. Yəni, pramoy üstünə quru şəkildə vermək olmaz. Köklərinə xeyirdən ziyan eləyər, həm də ki, stresə düşər çiçək. Ona görə də əvvəlcə qəşəng suluyuruq. Necə qəşəng deyəndə necə həmişə suluyursunuz, çiçəyi çox yox. Normal şəkildə quru olur dibi. Onu normal şəkildə suluyuruq. Ondan sonra başlayırıq səhərsi günü ona veririk. Ya da 1-2 saat əvvəl də məsəl üçün su verib sonra vermək olar. Yəni ki, su olsun, sulamaq olsun əvvəlcədən. Ondan sonra qəşəng hardasa yarım stəkan hərəsinə deməli çiçəklərin əlavə edirsiniz. Baxın, mən bu kürlərdən istifadə etmişəm dostlar. Necə gözəl. Baxın, maşallah, maşallah. Baxın, 1 tumurcuq, 2 tumurcuq. Halbuki bu ilki çiçəyimdir. Yəni bunu mən deyirəm. Şeydən toxumdan yetişdirmişəm. 3 ucu açıb. Baxın, 4 maşallah. Özü də baxın çiçəyi necə boldur. Baxın, buradan da hələ buradan da bir dənəsin aşağı çiçəyin içindən də bir çiçək çıxardı dostlar. Baxın, onu açmağa davam eləyir. Maşallah, uy, 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 mənim qızıma maşallah, maşallah, maşallah. Gözəl qızım. Gedirəm, gəlirəm dostlar, bunu sevirəm. Bunlar da canlıdırlar, bunlar da sevgi istəyirlər. Çox sevirəm bu çiçəyimi, çox. Maşallah olsun. Sardunya çiçəklərini çox sevərim. Hər türlü, hər rəng sardunya çiçəklərini sevərim dostlar. Xoşuma gəlir. Çalışıram mən də hər türlərini alım. Bazara gəldikcə çalışıram. Düzdür, yerim yoxdur, inanırsınız, yerim yoxdur. Bağçada da yerim yoxdur demək olar. Bağçaya da əkmişəm. Paylaşıram, görərsiniz, yəqin ki, görənlər, bilənlər bilir. Videomu izləyənlər, kanalımı izləyənlər bilirlər. Bağçada da əkmişəm, rəngbərəng. Burada da, məsəl üçün, bunları da toxumdan yetişdirmişəm. Çalışıram ki, başqa rənglərini də alım. Amma yer, maalesef yer azlığıdır. Həm də bizim bazara çox rəng gəlmir. İnşallah may ayı çiçəklərin bol vaxtı olacaq, bazara gələn vaxtı olacaq. Əgər onları da görsəm gəlirlər, yenə də yəqin dayana bilməyib alacam. Maalesef suyum kurusun. Mən də böyləyim. Çiçək xastaları, çiçək sevərlər iyi bilirlər bu halları. Belə dostlar, bugün də istədim bu kürü paylaşım sizinlə, sardunyalara necə bol-bol çiçək açması üçün. Yaz ayıdır, çox gözəl təsir eləyir. Bu çiçəyi başqa çiçəklərə də uyğulayın, nəticəsini görəcəksiniz və mənə çox sağ ol deyəcəksiniz. Hələlik dostlar, bugünkü videomda bura qədər olsun. Sağ olun. Yeni videolarda görüşərik.